telefonumu aldılar əlimdən. Onun telefonumu aldım. Hətta mən döylə-döylə mənim öz qohumum eşitdi telefonda. Orada çox pis qorxuluydu, dağların arasıydı ora. Tək o deyil, belə aldadılıb müxtəlif ölkələrə iş və ya təhsil adı ilə aparılan qızlarımız çoxdur. Tələyə salmaq üçün müxtəlif vədlər verilir, ta ki istədikləri ölkəyə, məkana aparılana qədər. Onların istədiyi kimi geyinməlisən, onların dediyi kimi də oynamalısan, onların dediyi hərəkətlərin hamısını eləməlisən. Yəni, eləmədiyim üçün də mən döyülürdüm. 10 gün, 15 gün belə oldu, amma ona üçün 15 il kimidir. Çünki orada gördüklərim heç vaxt o kadrlar mənim gözümün önündən gedə bilməz. Amma insan alverinin qurbanına çevrilən şəxslər ölkəyə gəldikdən və ya gətirildikdən sonra onların yaşadıkları bütün çətinlikləri və travmaları unutmaları, normal həyata adaptə olmaları üçün müvafiq işlər görülür. Bəs necə oldu, oradan müraciət elədiniz? Hal-hazırda yardım mərkəzindəsiz, Sosial Xidmətlər Agentliyin tabeliyin. Çözün Naxçıvan gəldim Azərbaycana. Gələn kimi getdim Daxili Nazirliyinə şikayətimi bildirdim insanların qurbanlarına. Təkmə yox, bəndən başqa 2 xanım da şikayətçi oldular, çünki onlar da işgəncə görmüşdü. Orada çox pis qorxuluydu, dağların arasıydı ora. Məncə ən böyük travmadır həyatımda. Qadın Azərbaycanlıydı, bugünkü gündə cəzasını çəkir. Bəli, təəssüflər olsun ki, günü bugün də belə hallar var. Cinsi istismar, insan alveri, məcburi əmək və s. belə çirkin əməllərin qurbanlarına çevrilənlər isə heç də az deyil. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin insan alveri qurbanlarına yardım mərkəzində bu kateqoriyadan olan şəxslərə müxtəlif sosial xidmətlər göstərilir. Əlbəttə ki, zərər çəkənlərin anonimliyi də qorunur. Almış xəsarətlərin nəticələrinin aradan qaldırılması ilə bağlı olaraq müvafiq tibbi, ixtisaslaşdırılmış tibbi xidmətlərə yönləndirməsi də təşkil olunur və eyni zamanda da həm məşğulluğun təmin olunması, təhsilin davam etdirilməsidir. Bu il ərzində insan alveri qurbanlarının və eyni zamanda potensial insan alverinin olan 32 nəfərə müvafiq sosial xidmətlər göstərilmişdir. Ümumilikdə isə ötən dövr ərzində 344 nəfər bu xidmətlərlə əhatə olunmuşdur. Ölkəmizdə insan alverinin qarşısının alınması istiqamətində aidiyyatı qurumlar tərəfindən müvafiq işlər görülür. Nigar Babayeva, Nail Şahbazov, Telesər.